Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mais Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Sizinlə mən 6B sinif şagirdi Əliyeva Nuray. Mövzumuz Ümumdünya Kitab və Müəlliflik Hüququ gününün yaranma tarixinə həsr olunub. 23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 aprel William Shakespeare, Miguel Cervantes və Inca Garcilaso de la Vega kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür. UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabər hüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir. Kitab işinin və qiraətin təşviqinə kömək edir. Ənənəvi olaraq hər il UNESCO bu gün münasibəti ilə geniş ictimaiyyətə müraciət edir. Bu ilki müraciət kitablara həsr olunub. UNESCO-nun yaydığı məlumatda aşağıdakılar qeyd olunub. Oxuyun, özünüzü heç vaxt tənha hiss etməyəcəksiniz. Nə üçün oxumaq indiki zamanda həmişəkindən daha vacibdir? Dünyanın əksər məktəblərinin bağlandığı və insanların bayırda keçirdikləri vaxtları məhdudlaşdırmaq məcburiyyətində qaldıqları bir dövrdə eyni zamanda zehnimizi və yaradıcılığımızı stimullaşdırarkən kitabların gücü həmişəkindən daha çox təcridlə mübarizə, insanlar arasındakı əlaqələri gücləndirmək, görüş dairəsini genişləndirmək üçün istifadə olunmalıdır. Aprel ayı və bütün il boyu təkbaşına və ya uşaqlarınızla birlikdə oxumağa vaxt ayırmaq vacibdir. Kitab oxumağın vacibliyini qeyd etmək, uşaqların oxucu kimi böyüməsinə şərait yaratmaq və ömür boyu ədəbiyyata sevgi və iş dünyasına inteqrasiyanı təşviq etmək vaxtıdır. Oxumaqla və 23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ gününü qeyd etməklə məsafəyə baxmadan başqalarına açıq ola bilərik və təxəyyül sahəsində səyahətə çıxa bilərik. Ümumdünya Kitab və Müəlliflik Hüququ gününə hazırlaşarkən UNESCO özünüzə çağırış etməyi, yeni mövzular, formatlar və ya qeyri-adi janrları araşdırmağı təşviq edir. Məqsədimiz insanları oxumağa cəlb etmək və bundan həzz almaqdır. İndi fürsət budur. Bu il Ümumdünya Kitab və Müəllif Hüquqları günü münasibəti ilə biz hamımız kitabın üz qabığına son dərəcə tənqidi yanaşırıq. Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir. Bu il aprelin 26-sında Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi bu günə həsr olunan qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin sahibləri haqqında mövzusunda webinar keçiriləcək. Tədbirin aktuallığını diktə edən amil, əsrlər boyu davam edən, ildən ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırki günümüzdə daha geniş vüsət alan qonşu xalqların ilk növbədə Azərbaycan xalqının torpağına, mədəni irsi və tarixinə yönlənmiş təcavüzkar erməni saxtakarlığı fenomeninin və erməni mifologiyasının ifşa edilməsidir. Webinarda ölkəmizin dövlət orqanlarının rəsmiləri, millət vəkilləri, elm və təhsil müəssisələrinin əməkdaşları və digər şəxslərin onlayn rejimdə qoşularaq iştirak edəcəyi nəzərdə tutulur. Dəyərli radio dinləyicilərimiz, efirimizin bugünkü sayının sonuna yaxınlaşdıq. Gələn efirlərdə görüşənədək sağ olun, salamat qalın.